Salavat nədir? Tez-tez soruşulan suallardan biri salavat, onun məna və məfhumu barəsindədir. Müxtəsər şəkildə izah verək. Salavat ərəb dilində olan xüsusi bir zikirdir. Tam forması belədir. Allahümmə salli alə Muhammedin və əli Muhammed. Müsəlmanlar namazın təşəhhüd halında habelə Həzrət Məhəmmədin adını eşidərkən salavat deyirlər. Salavat, salatun sözünün cəmidir. Mənası dua, salam, xeyr dua etmək, alqış söyləmək mənasındadır. Salah sözü terminoloji olaraq namaza da deyilir. Çünki namaz həm də bir sıra duaların cəmidir. Azərbaycan dilində salavat Peyğəmbərə alqış və xeyr dua, salam deməkdir. Salavat söyləmək Əhzab surəsinin 56-cı ayəsindən qaynaqlanır. Bu ayəyə həm də salavat ayəsi deyilir. Salavatın mənəvi fərqlilikləri var. Məsələn, Peyğəmbərin möminlərə salavatı onlara xeyir-dua verməsi mənasındadır. Mələklərin kiməsə salavatı onun üçün Allahdan bağışlanma və rəhmət diləmələridir. Möminlərin Həzrət Məhəmmədə salavatı o Həzrəti xoş yad etmələri, xatirəsini əbədiləşdirmələridir. Allahın Həzrət Peyğəmbərə salavatı ona rəhmət nazil etməsi mənasındadır. Mələklərin Peyğəmbərə salavatı onun üçün Allahdan rəhmət ummalarıdır. Müsəlmanlar arasında bu zikrin xüsusi yeri var. Bir çox münasibətlə bu zikri dillərinə gətirirlər. Məzhəblər arasında salavatın Allahümmə salli alə Muhammed ifadəsi barədə heç bir ixtilaf yoxdur. İxtilaf və əli Muhammed hissəsindədir. Şiələr salavatı Allahümmə salli alə Muhammedin və əli Muhammed şəklində deyir. Bunu nəql olunan rəvayətlərə əsaslandırır və Allahümmə salli alə Muhammed şəklində deyilməsini naqis bilirlər. Əlbəttə dəlil sübutla. Əhl-i sünnəyə görə salavatın 4 növü var. Məsələn, namazın təşəhhüdündə Allahümmə salli alə Muhammedin və alə əli Muhammed ifadəsini işlədir və bunu vacib bilirlər. Lakin Peyğəmbərin adını çəkərkən sallallahu aleyhi və səlləm deyirlər. Şiələr isə sallallahu aleyhi və əlihi və səlləm deyirlər. Mənası Allahın salavatı və salamı olsun ona və ailəsinə deməkdir. Habelə əhl-i sünnənin Peyğəmbərin adını eşidərkən salavat çəkmək kimi adətləri yoxdur. Əlbəttə xüsusi hallar istisnadır. Peyğəmbərin özü və ailəsindən əlavə bu salavata xanımlarını və səhabələrini də əlavə edirlər. Salavat zikrinin müstəhəb, yəni bəyənilən iş olması, həmçinin savaba malik olması barəsində çox sayda hədislər var. Bu zikrin müsbət dünyəvi təsirləri də var. Təcrübə olunmuş zikirdir. Habelə salavatın xətmi, müxtəlif problemlərin həlli üçün istifadə qaydaları barədə əməllər də var ki, dua kitablarında oxuya bilərsiniz. Bəzən salavat dedikdən sonra axırında va'accil fərəcəhum da deyilir, mənası və onların fərəcini tezləşdir deməkdir.